Gün olsun ki məni Təbrizdə mühakimə etsinlər deyiminin müəllifi, həm də məhkəmə qeyri-müəyyənliyində çarpışan eks-prezident Əbülfəz Elçibəydi güzgüdə. Bəy, qışın belə isti keçməyi ümumiyyətlə bu boyda yaşamışsınız, xatırlayırsınız? Ha, olur, belə olur, çox olur. Adətən deyirlər, əsrin sonudur filan, bu isti iqlim gəlir. Birincisi biz gərək o məsələni, bax, o sual özü bir intellektual və yaxud qeyri-intellektual sualın özüdür. Əsrin sonu demək nə deməkdir? Bu əsri təbiət düzəltməyib ki, bu əsri sadəcə olaraq Qriqori götürübdür, salıbdır təqvimə, elə düzübdür. Sən deyir ki, burada Qriqori təqviminə görə bu əsrdir, eləmi? Ancaq Çin təqviminə görə bu əsr deyil, başqa bir dövrüdür. Hicri təqviminə görə bu tamam başqa bir şeydir, başqa bir əsrin bəlkə də nəyin nişancısıdır. Əsr sözü sadəcə olaraq cəmiyyəti idarə etmək üçün qurulmuş bir sxematik, amma təbiətə uyğun qurulmuş sxematik bir ifadədir. Əlbəttə bəy, bax, təsəvvür eləyin ki, bir Yapon gəlib və sizin haqqınızda təsəvvürü yalnız qəzetlərdən, jurnallardan, bax belədir. Kimdir Əbülfəz Elçibəy deyəndə qısa necə cavab verərsiniz? Kimdir Əbülfəz Elçibəy? Mən qısaca deyərdim ki, bu cür deyərdim. Bir türk övladıdır, öz taleyini, millətin taleyindən qovuşdurmağa həmişə çalışıb. Əbülfəz Elçibəy, Azərbaycanın keçmiş prezidenti, hazırda Azərbaycan Xalq Cəbhəsi Partiyası və Böyük Azərbaycan Birliyinin sədridir. Şərqşünasdır. Son dövrdə 2 kitabı çapdan çıxıb. Sonuncusu Bütöv Azərbaycan yoluna həsr edilib. 2 evladı var, qızı Çilənay, oğlu Ərturqut. Kərəkidən qayıtdıqdan sonra hələ də kirayədə yaşayır. Qəbul etdiyi siyasətçi və dövlət xadimi Atatürkdür. Şeiri, poeziyanı çox sevir. Son vaxtlar yazıcı jurnalist Mehriban Vəzirin hekayələrini və diplomatiyaya dair bir neçə ciddi kitablar oxuyur. Sevdiyi hava vağzalı və bəy havasıdır. Mən Azərbaycanda açıq və demokratik cəmiyyət arzusundayam. Bu yolda Tanrı bizə yar olsun deyir. Kim deyir ki, siyasətçi romantik və ya poeziyanı sevə bilməz, o yanılır. Çünki peşəkar siyasətçi də insandır və o bütün siyasi oyunlar, gedişlərlə yanaşı, həm də yazılmamış insanlıq qanunlarını bilməlidir. Əks halda o cəmiyyətin uğuru olmayacaq. Bəziləri Cənubi Amerika, klasik Cənubi Amerika bu liderlərinə bənzədirlər, daha çox kommunistlərinə bənzədirlər. Bu bənzətmə arasında bir uyğunluq görürsünüzmü? Biraz düz deyiblər. Ola bilsin ki, o adam komünist ola bilər. O adam lap dinçi də ola bilər. Dinçi də ola bilər, millətçi də ola bilər. Sadəcə bu öz xalqının azadlığı uğrunda vuruşur. Çünki burada motiv eynidir. Xalqın azadlığı. Yəni azadlıq uğrunda mübarizə aparan adamlar təqribən bir-birinə yaxın adamlardır. Komünist ola bilər, fərqi yox. Əlbəttə bəy, bir sual verəcəm sizə. İndi danışdığınız mövzunun ardı deyil, amma bir insan olaraq sizi biraz yaxından tanımaq üçün bu sual verirəm. Sevdiyiniz qadın adları, sevdiyiniz qadınlar yox, sevdiyiniz qadın adları. Gəncliyimdə çox sevdiyim ad elə Cəfər Cabbarlının qoyduğu adlarıdır. Sevinç, Sevir, Gülər, bu adlar təmiz öz adlarımızı deyin. Və biz də fikirləşirdik doğrudan universitet oxuyanda ki, gələcəkdə, üzr istəyirəm belə, ailə qursaq, uşaqlarımız olsa, biz türk adları qoyacağıq. Yəni, Cəfər Cabbarlının qoyduğu adları və ondan sonra da ona yaxın adlar da, belə adları qoyacağıq. Bir dövr elədi. O zaman, məsələn, biz Oqtay, Eloğlu, bu adlar xoşumuza gəldi. Həm ki, əsərin qəhrəmanı idi, həm də adlar. Azərbaycanda bizim yox hamının. Sizin də görsəniz o dövrü, Cəfər Cabbarlıdan sonraki dövrdə adların çoxsunu elə ona görə qoyublar. Cəfər Cabbarlının qəhrəmanlarına, Cəfər Cabbarlının əsərlərinə görə qoyublar. Siz bayaq dediniz ki, Cəfər Cabbarlı hansı əsərləri yazanda dodaqaltı hansı şeiri deyərdi, sonradan hansı əsəri yazardı. Sizdə bax belə anlar olur. Məsələn, yazmış olduğunuz kitabları yazmamışdan öncə və ya çıxışlarınızdan öncə və ya hər hansı bir tədbirə hazırlaşmamışdan əvvəl təxminən nəyi xatırlayırsınız? Təxminən hansı şeiri deyirsiniz? Onlar çoxdur, onlar haqqında mən düşünməmişəm. Yəni, onları maraqlı oldu. Bir gün yığıb onları yaza bilərəm. Təqribən hansı vaxtlar, hansı şeirlər beynimdə keçir. Bu son vaxtda
bilmirəm, o dinləyici üçün bəlkə də qəribə görsənəcək, cəmaat üçün qəribə görsənəcək. Mənim haqqımda qəribə düşünürlər ki, bu romantikdir, siyasətçi deyil. Ancaq nə olsun, mən təbiətim belədir. Bu son vaxtda olar 2 aydır, 3 aydır bir fikir beynimdən fırlanır. Bir söz, yəni bir səda. Ey Managua, Managua, biraz uzadılmış. Mən dəniz qurduyum, məni duyar mısan? Bu söz 2 aydır içində ki, deyirlər məhkəmə olacaq, deyirlər filan olacaq, deyirlər filan kəs ödər. Elə birdən vermə gəlir, ey Managua, mən dəniz qurduyum, məni duyar mısın? Bilmirəm. Bu sözləri deyil. Hə. Mən məsələn, bilmirəm, heç özüm də bilmirəm. Bəzən görsən elə məhkəmədə mən otururam belə. Öndə gördüm məhkəmə gedir və bir-iki dəfə oldu. Hakim tutmadı yaxşı ki. Gördüm hakim mənə deyir ki, ayağa durun. Dedim mən. O zaman mənim fikrim orada yoxdur. Orada nə söhbət gedir? Orada bir fikrimdə beynində səslənir ki, Managua. Managua, Managa, Mangu qədim türk tanrısıdır. Oxuma o rəngdən keçir. Oxuma nəyi? Bir arasından. Oxuma belədir, yəni bir vaxt elə gəncliyimdə oxuyurdum. Konsertlərdə zada da çıxış edirdim. Hə? Doğrudan. Bəli. Orta məktəbdə oxuyurdum. Çox qəribədir. Gülməli də çıxsa, deyək ki, orta məktəbdə 7-ci sinifdə, 6-cı sinifdə oxuyanda mənə Çoban Qaranı oxutdurdular. 8-ci sinifdə, 9-cu sinifdə universitetdə oxuyanda bir xorazada da yazdılar. Arkada durub, sən mənim canım deyənlərlə. Gedim gördüm ki, bura mənim üçün deyil. Nə qədər dinləyirəm, sən gedir. Bugün yurd insanı, bizim yaşadığımız yurdun insanı nə istədiyini bilirmi? Cəmiyyətimiz azadlıq istəyir. Cəmiyyətimiz istəyir, məsəl üçün, Azərbaycan torpağı bir gün azad olsun. Cəmiyyətimiz istəyir ki, Azərbaycan birləşsin. Cəmiyyətimiz istəyir ki, onlar, məsələn, o insanlar, Avropalılar kimin Yaponiyadan vurub Amerikadan çıxsınlar, yəni gəlsinlər, imkanlar olsun. Yüksək səviyyədə yaşasınlar, onlar ama bir ilin, 2 ilin işi deyil deyin, həmişə fikir olaraq qalacaq. Əlfəz bəy, bayaq qadınlardan, xanımlardan danışdınız. Bir gəlmişkən bir sual vermək istəyirəm sizə. Sonuncu dəfə xanımınıza nə zaman kompliment demişsiniz? Mən kompliment demək ümumiyyətlə xoşlamıram. Sadəcə mən onu görəndə elə məndə bir sarsıntı kimin olur. O qədər ona öz minnətdarlığımı bildirirəm ki, mən elə gəlir ki, onun üçün xoş olur və yaxud bu normal bir şey olur. Əlfəz bəy, Azərbaycanın bugünkü vəziyyətini, baş verən hadisələri nəzərə alaraq təxminən deyə bilərsinizmi ki, yurdun rəngi nə rəngdədir? Bu rəng məsələsində bizim təsəvvürlərimiz müxtəlifdir. Adətən son vaxtları Azərbaycanda mənfi rəng kimi boz rəng, yəni mənası olmayan bir rəng, mənasızlıq rəngi, bir boz rəng deyirlər. Situasiyadan, şəraitdən baş çıxartmayanda deyirlər, bir boz hava var. Ancaq bu rəngsizliyin içərisində tünd rənglər yaranmaqdadır.